Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Azerbaycanımızı bütün gurbette yaşayan kardeşlerim salam. Bugün 16'da 17'si, 16 May 2025'inci. Balası da bak, yeke dana çalır. Bu neçənci qarındı? 4. Balası neçə aylıqdı bunu? Babası 5 aylık. Yerinden hörünü almış olar. 3 aylık. 3 aydır. Sütü ne kadar? 3 mamadan 9. Qiyməti? Qiymət 3 milyon. Qiyməti 3 milyon. Allah xeyirli bazar versin. Değerli izleyicilerimiz, bizim uzarda kəskili heyvanlarımız var. Balalı anmışlarımız var. Buzoylarımız var. Hamısını paylaşacağız. Bazar olsun. Özün də çək. Balası budur. Erkək. Erkek. Bunun balası ne sayılıqdır? Bala yarım, ay tədad deyil. Ay. Heyvan cavan heyvandır. Hə, 3-cü qarın. 3. Sütü ne kadar ata? Südü bu dəqiqə 11-12 litr düşməməli. 11, 12. Gələnə kəndi. Nereden onun gelene kendi. Kıyməti nedir? Özün də göstər. 38-ə deyirəm. Kıyməti 38'e değilsin. Yox, atamın malıdır, atamın. Atamın madəyə baxarsan. Pazarın olsun. Sağ ol, sağ ol. Kardeşim böyle bir neyi var. Erkek balalı. Kaka bu neçənci qalındı? Qardaş. 5. Sütü ne kadar? Sütü. 15 4'ündən, 3'ündən. Balası neçə aylıqdır bunun? Qiymət. Allah xeyirli bazar versin. Qiyməti 3 milyon. Erkəkli balası var. Qəşəng saz buzoyu var. Erkək qarın da. 5-ci babası. 5'inci. Kardeşim o böyle 2 tane heyvanı var. Kanka bu neçənci qalındı? Bu neçənci qalındı? 4. Balası erkək. 12 litre temiz. Bu neçənci qalındı? 8'den 12 litre. Göbeğine söyleyeyim. Ki balası nədir? Sütü nə qədərdir? Və onun sütü nə qədərdir? 8. Qiymətləri? 21'e bu, 26'ya da bu. Ben süte veririm. Biri o dördüncü qarıdır, bu ikinci qarı. Ben 12 madde et var. 120 çok 15 lira. Kardeşim bak böyle. Ney var? Bu sarı bunun balasıdır. Erkekdir ha? Dişidir. Özü de boğazdır. Hal-hazırda. Bu neçənci qarındasan? 4. Sütü nə qədərdir? 11. Qiyməti? 3800'e. Neçə aylıqda boğazdı yerində? 3 ay, 10 günlük. Allah xeyir versin. Bizden çekip göstermektir.
Görək bugünkü videomuza nə qədər bəyənmə gələcək. Bazarın olsun. Neçənci qaldı bu heyvan? Kardeş bu dördüncü. Beşinciye de hörüm alır. Balası neçə alır? Havası ağırdasa deyimde 5 aylık olur. 5 aylık. Sütü nə qədərdir? 6, 7 ne bileyim. 6-7 Olur. Qiyməti nədir? Kıymet 2400. aşağı değil. Aşağısı nədir bunun? 50 manat. Böyle yol prosunu keserik problem değil. Hara heyvanlı bu? Erdal önüm Mirzaxan kəndi. Allah xeyirli bazar Çok versin. sağlam. Balası da dişidir balası. Ha damazlıqdır. Allah xeyir versin. Sağ ol, Allah sağ olsun. Qardaşım o belə bir nəyi var. Mal o değil. Tanışındırsa. Mal odur. Eğer tanışındırsa. Bunu biz oynaysak yunitli baba. 5 günlük büyük. Sütü bulama. Süt düyecek 2 gün üstünde söyle. Nə qədərdir sütü? 13-14. Neçənci qalın? Belə 5-ci balasıdır, erkek de baladır. Qiyməti nədir? Kıymet 23. 23 lira. Yaxşı olur. 23. Bunlar da yürü. Yani belə bir koydu tanışına dine. 13 lira aşağı verirse mal benim. 13 lira aşağı verirse. 23. Erkek de baladı 5 günü doğdu. 2 gün süre söylüyor. Allah xeyir versin. Sağ ol, sağ ol, sağ ol. Deməli, dəyərli izləyicilərimiz, bax belə camış potaları var hal-hazırda. Arkadaşlar. Var mı ömrüm səndə? 50. Beş, 571 571, 71 57. 71, Bir dənə bu zifir koçusu mu? Ben müdürümü de çek. Kimi? 50-55'li nömrə. Camış bax potalar üçün 50-55. Bunların qiymətini denən. Bunlar kardeş bak biri 970'den verir. 970 ilə. Bunlar nə qədər vaxtı saxlayırsan? Bunlar biri çoban girdi kardeş bir 3 ayda çift almışıq. Allah xeyir versin. Çoban girdiğini de saxlayabilmiş. İsteyicide satar. Neçə baş heyvandır burada? 30 baş. Erkəyin nə qədər, dişisi nə qədər? Erkeğe çok. Erkəyi çoxdur. Ünvan da Ləmbərən. Yani Aşağı kənd, yuxarı. aşağı Aşağı kənd. camış vermez. Tutaq ki, bunun hamısını bir qardaş alır. Maşın zat təşkil eləmək uzaqdan gəlir. Kuş var. Nerede yok. O dok- Atekalarımız var. o 970'dən bir endirim eləyəysə, Yarı ki 100 var olacak. bazarla qapıda fərq olmalıdır da qiymətdə. 100 var. Nerede var. Kim alsa düzeliş verir. Bunlar neçə aylıq vardı? Bunlar hadise bir yaş 3 aylık 4 aylık. Camış ümumiyyətlə tutaq ki, bir damazlıq saxlamaq istəyir. Neçə ayın da hörgün alır. 2 yaşında. Hələ bundan sonra bir 7 ay baxılmalıdır da buna. Allah hamının ruzu bərəkətini versin. Amin. Sizlər də, bizlər də içində. Çok sağ ol. Çox erkəkdir. Gördüyünüz kimi. Allah pazarınızı versin.
Kardeşim bak belə bordağa gedən danaları var. Babam sağ yarıma verir. Gerisine vermem ama. İnan. Yere sağ ol. Bizim mallardır, bizim. Neçədir bu 3 dənələr? 3 dənələr, neçəyə dedim? 2500'dan. Bunlar yarım bordaq gedir da özü. Da bu birlər neçə iləndir? Bir o oğlanındır, bilmirəm. Ben sağ yere. Yani senden gelir. Allah hakkını ben sağ yere. Gelip maniyeti. Şimdi sağ ol gidiyorum. Kimin elli var? Kardeş, kimin elliye değilik? Aşağı yeri var. Böyle yem yiyip bu. Ne kadar önde? Çok iyi ya. Bunlar neçə iləndir? Məsəl üçün, bak bu qırmızı. 2300'a. Kırmızını diyor. O sıradakılar neçə iləndir? O elek önemli. Allah xeyir versin. Işte. Mehmet, Mehmet. Bunu istemezsen mi? Tamam. Qəşəng. Allah pazarını versin. Neçə deyirsən bunu? 15'e. Pazarın olsun. Neçe verirsen onu? 15'e değil. Bak o birinci dananı neçə deyirsən? Mehmet değerli. Şöyle de birinci tane kimin diyor? Ne versem? Neçə deyirsən onu? 15 değil. Evet falan bunu ne söylüyorsun? 14.70. 14'e para. Gelirler. Senden fark etmez. Kabulacı senin. Allah xeyirli bazar versin. Bazar olsun. Bunların sorsun adı qaqa. Yüzüm o. Qiymətlər neçə iləndir? Son 14 yarım. 14 yarımla. Ümumiyyətlə alıcılıq nətərdir? Normal. Maaşlı yandan hepsi. Orta. Allah hamınızın ruzu bərəkətini versin. Bunlar neçə aylıqdır? 8 aydan bir yaşında. Bunlar уже yarım bordaq gedir də, ha? Yarım bordaq. Hada yarım bordaq gedir. Bunlara indən sonra bir 5-6 ay lazım olar müalicə. Allah xeyirli bazar versin. Neçədən az burada? 21 21 dənə. Hardan da gətirsən bunu? Göranboy. Buradan Göranboydakı izləyicilərimizə salam buradan. Allah hamısının canını sağ eləsin. Allah xeyirli bazar versin. Başlandım. İçeyim. İçeyim. Hamma lazım. Ma Neçəyləndi bunların qiyməti? 1800'den.
Emin gel bakçı. Salam ay gözəl kişi. Bunlar neçə aylıqdır bu heyvanlar? 8 ay. Qiymətləri nədir bə? 17 yarımdan deyirik. 1750 ilə. Bunlar önce yarım bordaqdır da. Belə bir dənə ilə neçə? Bax məsəl üçün bu qaranı. 17 yaş. Gəl səni da çəkim. Görmək istəyən hara gəlsin bu heyvanlar? Canlı şahı. Buradan Gəncə şəhərindəki izləyicilərimizə də aqromu salam olsun. Bütün Azərbaycanımıza salam olsun. Allah xeyirli bazar versin. Qiymətləri də görək. 15.50 ya, 14'e, 14.50 ya. Kom üstüsə neçə ilə? 14.50. 1450 ilə. Ümumiyyətlə alıcılıq nətərdir? Normaldır. Xeyirli olsun. Kaka sandı bunlar. Salam aleyküm. Ne var ne yok? Şükür kadın. Ne var ne yok? Ne senindir kıymette? 14 yarımdan 1450 ile. İnşallah gider. Allah pazar versin. Neçəyindendir kardeş kıymet? 1470 lira. Hey! Bizim de kardeş ama oğlum. Bizim de. Selamünaleyküm. Kardeş bunların kıymetleri. Kıymetler 14 milyon kardeş. 1420 lira. Pazarda bu hafta maşallah olsun. Heyvan var.
Videomuzu burada da yekunlaştırdık güzel kardeşler. YouTube kanallarımıza abone olup like vermeyi unutmayın.